Deməli, əsasən iqlim qurşaqlarına uyğun gələn sıraları müəyyən edin. Əsas iqlim qurşaqları və keçid iqlim qurşaqları. Əsas iqlim qurşaqlarına ekvator, tropik, mülayim və arktik iqlim qurşaqları aiddir. Keçid iqlim qurşaqları isə subekvator, subtropik və subarktik iqlim qurşaqları aid edilir. Variantlara baxırıq. Yalnız bir qurşağın bütün ərazilərində günəş zenitdə olur. Təbii ki, əsas iqlim qurşaqlarından yalnız ekvatorial iqlim qurşağının ərazisində bütün ərazilərdə günəş zenitdə olur. Deməli, biri götürəcəyik. Cənubi Amerikada qırmızı-qara torpaqlar geniş yayılmışdır. Cənubi Amerikada qırmızı-qara torpaqlar subtropik iqlim qurşağında yayılmışdır ki, bu da əsas yox, keçid iqlim qurşağına uyğun gəlir. 3-də Cənub yarımkürəsində bütün hamısı tam zolaq əmələ gətirir. Xeyr, məsələn, ekvator iqlim qurşağı burada tam zolaq əmələ gətirmir. 3 də yanlışdır. 4-də keçid iqlim qurşaqlarına aid olan xüsusiyyətləri seçirik. Afrikanın bütün ucqar nöqtələrində rast gəlinir. Bəli, Afrikanın şimal və cənub ucqar nöqtələri subtropik, şərq və qərb ucqar nöqtələri isə subekvatorial iqlim qurşağında yerləşir. 4 doğrudur. Hər birisinin iqlim vilayətləri mövcuddur. Subekvatorial iqlim qurşağının iqlim vilayətləri, həmçinin də subarktik iqlim qurşağının iqlim vilayətləri olmadığı üçün bu yanlışdır. Asiyada ikisi bir-biri ilə sərhəd təşkil edir. Asiyada subekvatorial və subtropik iqlim qurşağı bir-birinin sərhəd təşkil etdiyi üçün 6 cavabı da doğrudur. Deməli, sualın doğru cavabı 1, 4 və 6 olacaqdır.